Elcünün qanını batırırlar camaat. 2 həftəyə yaxındır ki, bu yazıq uşağın qatillərini tapmamaqları azmış kimi, indi də ona haqq-ədalət tələb edən hər kəsə müxtəlif üsullarla təzyiq göstərməyə çalışırlar. Dünən Elcün haqqında buklet paylayan Nicat Əmrasanov Qazaxda 15 sutka həbs olundu. Üstəlik, mənşəyi məlum olmayan hansısa influencerlərə mətn veriblər ki, paylaşsınlar, öz izləyicilərinə hədə-qorxu gəlsinlər. Təsəvvür edin, xalqın şotuna məşhurlaşan, xalqın şotuna pul qazanan bu abırsızlar, bu əxlaqsızlar xalqa hədə-qorxu gəlirlər ki, bəs araşdırmaya təsir eləsəz, məsuliyyətə cəlb oluna bilərsiniz. Özdə maraqlısı budur ki, hamısı eyni mətni paylaşıb. Deməli, sifariş yuxarıdan gəlib. Lap deyək ki, sifariş verilib. Bəs bu influencerlərin öz vicdanına nə gəlib? Bir uşaq amansızcasına döyülüb, sonra da qətlə yetirilib. Bu adamlar öz auditoriyalarından istifadə edib Elcün haqqında paylaşımlar etmək əvəzinə xalqa hərbə-zorba gəlməklə məşğul olurlar. Budur sizin influencerliyiniz, budur sizin məşhurluğunuz və hələ bu adamların 800 min, 900 minə yaxın izləyiciləri də var. Hökumət əvvəl istədi ki, məsələyə intihar donu geyindirsin. Hələ üstəlik hardansa Elcünün bir bakal pivə ilə şəklini tapıb paylaşmışdılar ki, güya onu içki düşkünü kimi qələmə versinlər. 17-18 yaşında uşağın pivə içməyindən daha təbii nə ola bilər? Yəni bunun üzərindən siz bu qətli bastırmağa çalışacaqdınız. Amma gördülər ki, camaat tupoy deyil, camaat hər şeyi başa düşür, intihar versiyasında heç kim yemək istəmir. İndi də keçiblər camaata hədə-qorxu gəlməyə və bundan ötürü də hansısa səviyyəsiz influencerləri prosesə cəlb eləyiblər. Əgər hökumət bu qədər enerjini, bu qədər resursu Elcünün qatillərini tapmağa sərf eləsəydi, cinayətkarlar çoxdandan məsuliyyətə cəlb olunardılar. Valideynlərin də ürəyinə heç olmasa bir damcı su səpilərdi. Amma bunlar nə edirlər? Camaatı qorxutmağa çalışırlar. Və hökumət məsələni örtbasdır eləməkdən ötürü bu qədər canfəşanlıq göstərdikcə bizim içimizə daha çox qurd düşür. Biz daha çox şübhələnirik ki, görəsən bu işin arxasında nə dayanıb ki, bunlar bu qədər həşir salıblar, bu qədər məsələni bağlamağa çalışırlar. Elcünün qatilləri nə vaxt tapılacaq? İctimaiyyətə nə vaxt normal açıqlama veriləcək? Siz camaata təzyiq göstərməklə nəyə nail olmağa çalışırsınız?